Onlayn ticarət zamanı müştərilərin hüquqları çox vacibdir. Çünki internet üzərindən alış-veriş edərkən alıcılar risklərə məruz qalır. Bu risklər arasında yanlış məhsul alma, malın keyfiyyətsiz olması və ya xidmətin təmin olunmaması kimi məsələlər yer alır. Bu məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə və elektron ticarət haqqında qanuna əsasən tənzimlənir. Elektron ticarət zamanı istehlakçıya birinci növbədə tövsiyə olunan əsas məsələ odur ki, o satıcının məlumatlarını dəqiqləşdirsin. Məhsulu, xidməti, işi kimdən alırsa, onun məlumatlarını bilsin və satıcı da həmin qanunun 5-ci maddəsinə əsasən öz məlumatlarını aydın şəkildə əks etdirməyə borcludur. Müəyyən bir promo materiallar və s. verilir ki, filan aksiya keçirildi və məsəl üçün belə bir şey edirik və s. Bunları rəsmi saytdan və ya rəsmi məlumatlardan götürmək lazımdır. Məsəl üçün, siz hər hansı bir dükkanın elanını sizə WhatsApp-da və ya digər messengerlərdə gəlibsə, bunu təsdiqləmək üçün onun sosial şəbəkə hesabları var, rəsmi saytı var. Onlardan həqiqətən də belə bir aksiya olduğu barədə məlumatı əldə edib, ondan sonra onu alış-verişin, yəni ki, edəcəyiniz barədə qərarı vermək lazımdır. Onlayn ticarət zamanı müştəri satın almaq istədiyi məhsul və ya xidmət haqqında tam və ya düzgün məlumat əldə etməlidir. Əgər istehsalçı məhsul haqqında səhv məlumat verərsə, elektron ticarət zamanı təqsirkar şəxslər əgər istehlakçıya ziyan vurarsa, bu zaman istehlakçı ona dəymiş ziyanın ödənilməsinə görə mülki qaydada məhkəməyə müraciət edə bilər. Əgər istehlakçı az miqdarda aldadılıbsa, bu İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır. Burada az miqdar dedikdə 300 manata qədər olan məbləğ nəzərdə tutulur. İstehlakçıların xeyli və külli miqdarda aldadılmasına görə də təqsirkar şəxslər cinayət məsuliyyəti daşıyır. Xeyli miqdar dedikdə 300 manatdan 3000 manata qədər olan məbləğ, külli miqdar dedikdə isə 3000 manatdan yuxarı olan məbləğlər başa düşülür. Əslində tövsiyə olunmur ki, siz kartınızı hər hansı bir alış-veriş saytında seyv edəsiniz, saxlayasınız ki, hamımız rahatlığı düşünürük, amma rahatlığı düşünürsə, seyv edirsinizsə belə, hətta saxlayırsınızsa belə. Tövsiyə olunur ki, yəni siz onun virtual kartı saxlayasınız. Yəni özünüzün daim istifadə etdiyiniz alış-veriş vaxtı, məsələn, dükanda və ya yəni maaş kartınızı və s. yəni ki, orada qeyd etməyəsiniz ki, sabah oradan pul çıxarılması olsa, çünki o sizin əsas hesabınızdır, oradan pul çıxsa, yəni ki, bu itki ola bilər. Ola bilər ki, adama sorğu gəlib, bir link göndərilib və bu linkdən onun kart məlumatlarından başqa ona göndərilən SMS kod da soruşurlar. Bu vaxtda artıq geri qaytarılması problemdir. Amma bilmədən artıq kart prosedur hər şey olub, heç bir şey yoxdur və məlumatı seyv edib, normal alış-veriş etdiyi vaxtdan sonra artıq pul çıxılıbsa, bununla əlaqədar sorğu göndərib, o pulu geri qaytarmaq haqqında bir iddia qaldıra bilər.